Onu da sizə deyim. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını heç də hər kəs söhbət kənardan gedir, xaricdən gedir. Alqışlamadılar bunu. Təbii. Qısqanclıqla yanaşanlar da var. Nə üçün qısqanclıqla yanaşanlar var? Açıq etiraf eləmək lazımdır. İndiyənədək Azərbaycanda, eyni zamanda Azərbaycanın sərhədlərindən kənarda yaşayan bizim soydaşlarımız müxtəlif ölkələrdə dini təhsil alırdılar. Və o xaricdə dini təhsil alan Azərbaycanlı, tək Azərbaycan Respublikasının vətəndaşı yox, digər ölkələrin vətəndaşı olan Azərbaycanlılar həmin ölkənin dövlət-din münasibətlərinə uyğun, həmin ölkənin dini siyasi mühitinə uyğun formalaşırdılar. Və bu əslində Azərbaycanın mənəvi, belə deyək, coğrafiyasına təhdid yaradır. Bu nöqteyi nəzərindən hər kəs çox gözəl başa düşür ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları Azərbaycanın mənəvi coğrafiyasını, mənəvi sərhədlərini müdafiə eləyəcək şəxslər olacaqlar, kadrlar olacaqlar. Bu nöqteyi nəzərindən o İlahiyyat İnstitutunun yaradılmasının qısqanclıqla qarşılanması başa düşüləndir.